Aktual gündəm efirdədir, vaxtınız xeyir. Azərbaycan Mərkəzi Asiyaya doğru daha böyük bir addım atdı. Azərbaycanın Mərkəzi Asiya məşvərət görüşündə artıq tam hüquqlu, bərabər hüquqlu iştirakı yeni bir reallıq yaratdı. Bu reallıqda Türk Dövlətlər Təşkilatı da var. O mənada ki, Türk Dövlətləri Təşkilatında Azərbaycan aparıcı rol oynayır. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin, xüsusən də Türk Dövlətləri Təşkilatına üzv olan Mərkəzi Asiya ölkələrinin inteqrasiya prosesində yeni bir istiqamətlər yaranır. Əslində, Türk Dövlətləri Təşkilatında etmək istədiyimiz bir çox mətləbləri, məqamları, həm iqtisadi münasibətlərdə, həm təhlükəsizlik, həmçinin nəqliyyat infrastruktur məsələlərində ilə Mərkəzi Asiya məşvərət görüşündə də nəzərdə tutulubdur. Demək olar ki, bu platformalar bir-birinə bu mənada çox yaxındır. Həm hədəflər baxımından, həm də inkişafın birgə getməsi, bir çox məqamlarda da addımların sinxronlaşdırılması. Azərbaycan yeni bir model də əslində yaradıb və bu model bir nümunədir. Əgər diqqətlə baxsaq, həm Özbəkistanın son siyasi gedişləri xarici siyasətdə, Qazaxıstanın xarici siyasətində gedişləri bir növ Azərbaycanın zəfərindən sonra, bir qədər də zəfərdən də bir qədər sonra, ümumiyyətlə antiterror tədbirlərindən sonra Azərbaycanın yaratdığı bir reallıq və dünyanı aşağıdan yuxarı, yuxarıdan aşağı bütün ölkələrini bu reallığı qəbul etdirməsindən sonra bu dövlətlərdə də sanki bir yeni dövr başladı diplomatik məsələlərdə. Həm balanslaşdırılmış siyasətə yeni baxış yarandı, həm mərkəzlərlə işləmək prinsipində çox ciddi korrektələr edildi. Əvvəllər tərəddüdlər vardısa, indi artıq tərəddüdlərdən daha çox addımlar, daha sərt, eyni zamanda da çevik atılır. Bu mənada Qazaxıstan və Özbəkistan xeyli öndədir. Qırğızistan da artıq bu məqamlara, bu məsələlərə qədəm qoyur. Əlbəttə ki, Tacikistan və Türkmənistanla bağlı bir qədər suallar hələ çoxdur. Bu da sözsüz ki, o ölkələrin yerləşdiyi coğrafi məkanla eyni zamanda Türkmənistanın təbii ehtiyatların idarə olunması məsələsində bir çox kənar qüvvələrin hələ də iştirak eləməsi ilə bağlı ola bilər. Amma bütün bunlar Azərbaycan modeli göstərdi ki, və onu təkrar edən dövlətlər üçün də yaranmış vəziyyət bir daha sübut etdi ki, əslində bu dövlətlər öz müqəddəratlarını həll etməkdə heç bir çətinlik görməyəcəklər, əgər sadəcə olaraq bunu istəsələr. Və bunu istəmək iradə, güc tələb edir. Əlbəttə, böyük zəhmət tələb edir. Azərbaycan, bax bu, Azərbaycan prezidenti bu zəhmətdən, bu qətiyyətdən keçərək bütün bunlara nail oldu. Türkiyənin regionda, həm Mərkəzi Asiyada, həm bizim regionumuzda artan nüfuzu, eyni zamanda Türk Dövlətləri Təşkilatında həm də Türkiyənin aparıcı qüvvə olması Mərkəzi Asiya dövlətlərinin bu ideya ətrafında birləşməsində də köməklik etdi və edəcəkdir də bundan sonraki mərhələdə. Həm də Türkiyə imkan verdi ki, Mərkəzi Asiya ölkələri üçün də bir alternativ mərkəz olsun. Yəni, həm ABŞ ilə, həm Çinlə, həm Rusiya ilə, həm Avropa İttifaqı ilə, həm də Türkiyə ilə çox normal münasibətlər qurmaqla regionun inkişafına və regionun yığılıb qalmış problemlərinə, və bu problemlər çoxdur. Burada həm etnik, həm siyasi, həm iqtisadi, həm ekoloji və digər problemlər var. Bu problemləri həll etməklə bərabər yeni bir iqtisadi dövrə qədəm qoymaq. Yəni, təkcə təbii ehtiyatlar satışını yox, eyni zamanda sənayenin, kənd təsərrüfatının yeni bir mərhələyə qədəm qoyması prosesi ola bilər. Bunun üçün investisiya cəlb olunması, nəqliyyat dəhliz strukturunun qurulması, bütün bunlarda isə Azərbaycan həm vasitəçi, həm əsas keçid ola bilər. İllər öncə Şahmat Taxtası kitabında məşhur bir ifadə var idi ki, Mərkəzi Asiyasında zənginliklə dolu bir butulkaya bənzəyir. Azərbaycan məhz bu butulqanın boğazıdır və bu boğaz rolunu oynayır. Bu boğaz həm bütün dünyaya açılır, qərbə açılır, həm Türkiyəyə açılır, həm də sözsüz ki, Amerikanın regionda, qərbdə, elə Türkiyədə də, elə yaxın şərqdə də olan maraqları çərçivəsində də
bu boğazın çox böyük rolu var. Yaxın Şərq isə bu prosesdə çox fərqli görünəcəkdir. İllah da yeniləşən Yaxın Şərq. Bütün bu dəyişən mənzərədə Azərbaycanın diplomatik gedişlərinə bir də nəzər yetirək və Mərkəzi Asiya dövlət başçılarının bax bu məşvərət görüşünün əsas əhəmiyyəti Türk Dövlətləri Təşkilatı ilə paralellər, oxşar cəhətlər, sinxron hərəkətlər, bütün bunları da müzakirə edir. Oktay Qasımov siyasi şərhçi, Azər Badamov Milli Məclisin deputatı, Aqil Camal Türkistan Media qrupunun rəhbəri, Zoom bağlantımızda İsmail Cingöz siyasi şərhçi. Xoş gördük sizi. Xoş gördük. İcazə verirsə İsmail bəylə başlayaq. İsmail bəy, xoş gördük sizi. Hoş gördük Elçin Bey. Size ve konuklarınıza tekrar selamlarımı gönderiyorum. Azerbaycan'a saygılar. Çox sağ olun. Bax, Azərbaycan prezidentinin Özbəkistanda baş tutan zirvə görüşündə iştirakı Azərbaycanın tam bərabər hüquqlu üzv olmasından dərhal sonra Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın bir təbrik açıqlaması oldu. Orada bir daha inamla bildirdi ki, həm də bu ittifaq Türk Dövlətləri Təşkilatının yeni bir inkişafına, yeni bir məzmun qazanmasına kömək eləyəcək. Nədən ibarət olacaq bu köməklik? Buyurun. Şimdi öncelikle bu coğrafya jeopolitik olarak stratejik önemini muhafaza ediyor. 17, 18, 19. yüzyıllarda bir İngiliz doktrini vardı. Denizlere hakimiyet teorisi diye. Denizlere hakim olan dünyaya hakim olduğu teorisi artık günümüzde bu özellikle Türkistan coğrafyası olmak üzere karasal olarak da hakimiyeti doğurdu ve denizlere hakimiyet ikinci plana düşmeye doğru bir süreç işlemekte. Çünkü günümüzde nadir elementler diye bilinen toprak elementlerine artış, yani taleplerin artışıyla beraber Türkistan coğrafyasının yeraltı yerüstü kaynaklarına olan erişimin iştah uyandırması, Pekin-Londra hattı üzerinde inşa edilen kara demiryolu yeniden canlandırmak için Çin'in başlattığı hamleler ve nadir toprak elementlerinin artık günümüzde petrol ve doğalgazdan, enerjiden daha önemli hale geçecek duruma doğru evrilmesi ve nükleerle ilgili olaraktan ve savaş teknolojisi başta olmak üzere uzay teknolojilerinde bu elementlere erişimin önem kazanmasıyla birlikte bu coğrafyaya, yani Türkistan coğrafyasına bir yöneliş ortaya çıktı. Çünkü şu anda dünyada nadir toprak elementlerini işleyip dünyaya arz konusunda hakimiyet %99.9 ile Çin'e ait ve %60'tan fazla da bu konuda Çin'in hakimiyeti var ve Amerika Birleşik Devletleri Çin'i kuşatmak ve Çin'in kontrol altına alınması amacıyla bu coğrafyaya yönelmesi var. Ve Çin'in sadece denizden kuşatılamayacağını gören Amerika Birleşik Devletleri ve Avrupa Birliği ülkeleri burada Türkistan coğrafyası sahasındaki olan ülkelere, ki bunların en önemlileri Türk Cumhuriyetleridir, buraya sirayet etmek ve diyaloglarını geliştirerek bağların kuvvetlendirilmesi, hem ticaretin hem ulaştırmanın hem lojistik anlamda bu coğrafyada işbirliğinin önemini arttırmış durumdadır. Buradan aynı zamanda hem coğrafya ülkeleri, yani Türkistan coğrafyası ülkeleri burada lojistik alanda önemli kazanımlar da elde edecek. Geliş gidiş güzergahı olaraktan ticaretten kazançları oldukça artacak. Aynı zamanda yeraltı yerüstü kaynaklarıyla birlikte her ne kadar nadir toprak elementleri daha çok öne çıkıyor gibi olsa da petrol ve doğal gazın da yine ihtiyaç duyulan bir enerji kaynağı olarak hala yerini muhafaza etmesinden dolayı bu zenginliklere de erişim konusunda Türkistan coğrafyası öne çıkmakta. Ve Türkistan coğrafyası da doğal olarak Türkiye ile birlikte Türk Devletleri Teşkilatı'nın coğrafyası ve sahasıdır. Buradan da hareketle Amerika Birleşik Devletleri, Avrupa ülkeleri, yani Avrupa Birliği, doğal olarak Rusya ve Çin
burada Türkistan coğrafyasıyla diyaloglarını geliştiremezlerse hakim hegemon güç olarak burada varlıklarını sürdürerek metezoru dediğimiz yöntemleri de ileride belki kullanmak şekliyle burada Türkiye ile Türkistan coğrafyasıyla diyalog kurmak açısından bir girişim hamleler var. Burada da Türk Devletleri Teşkilatı kendi konumlanmasını yaparak aralarında güç birliği, işbirliği ve bağların güçlendirilmesi şekliyle birlikte hareket ederek bu gelişmeleri birlikte yürütme hamleleri olarak değerlendirebiliriz ve Sayın Binali Yıldırım'ın da söylemek istediği sanırım bu eksende olması lazım. İsmail bəy, çox sağ olun. İcazə verirsə, Aqil bəy, mən sizinlə danışacağım. İsmail bəy bu sualı verim, bir dənə ona aydınlıq gətirsin, sonra sizinlə geniş bir söhbətimiz olsun. İsmail bəy, yəni Amerika nümayəndəsi niyə Gürcüstanla trip məsələsini müzakirə eləsin? Hansı məqam var Gürcüstanla bağlı? Şimdi hem Gürcistan muhalefetinin Amerika ve Avrupa'ya doğru bir meyli var. Hem de burada az önce konuklarımızdan Azer Bey söyledi. Karadeniz'e açılım kapısı olarak Gürcistan'a ihtiyaçları var. Yani alternatif bir güzergah ve demir yollarına ve karayollarına alternatif olarak Karadeniz'den limanlar vasıtasıyla da istifade ederek burada Amerika'nın limanlara hakim olma politikası olarak bakmalıyız. Yani Amerika hem Türkistan coğrafyasına hakimiyet teorisiyle bu coğrafyayla ilişkiler geliştirirken bir taraftan da Karadeniz'e açılış güzergahında şu anda yegane ülke Gürcistan ve Gürcistan'la da hem diyaloglarını geliştirmek hem muhalefetle ilişkilerini geliştirerek orada bir koçbaşı gibi limanda yer alabilmenin ve bu güzergaha hakim olabilmenin yollarını aramaktadır. Amerika Birleşik Devletleri bu nedenledir ki geçtiğimiz günlerde Türkistan coğrafyasının liderlerini Tacikistan'la birlikte oraya davet ederek diyalogları geliştirmek ve ikili anlaşmalarla Abraham Anlaşması'nı Kazakistan'a kabul ettirerek bu coğrafyaya hakim olma teorisi var Amerika Birleşik Devletleri'nin ve burada da Gürcistan'ı vareste tutmuyor. Amma bir məsələ var. Kobaxidzenin bax bu gün açıqlaması var ki, biz Amerika ilə münasibətləri yenidən qurmaq istəyirik, yeni səhifə başlamaq istəyirik, amma ABŞ bu məsələdə çox passivlik göstərir. Bunu bugün Kobaxidze deyibdi. Aktivlik başlayır da. Bax elə Aqil müəllim, burada çox ciddi bir məqam var. Mən məcburam bu məsələdən başlayım. Əslində sizə verəcəyim sual sırf Türk Dövlətlər Birliyində bəzi şeylər var ki, onu eləmək olmur. Amma Mərkəzi Asiya formatında bunu eləmək mümkün olacaq. Çünki burada etnik məsələ var. Yəni Türk adı gələndə qıcıqlar yaranır. Amma yəni Mərkəzi Asiyada gələndə üzdə heç bir yerdə müsəlmanlar yazılmasın. Amma hamıya aydındır ki, bu müsəlman dövlətləridir. Yəni əsas əhalinin böyük əksəriyyəti müsəlman olan dövlətlərdir. Yəni bu da özü də bir qıcıq mənbəyidir sözsüz. Amma bütün hallarda bugün iqtisadi maraqlar elədir ki, bu qıcıqlara artıq yer qalmır. Mən bu məqamı mütləq istəyirəm ki, yəni Türk Dövlətlər Birliyində mümkün olmayan, həyata keçirilməsi mümkün olmayan və yaxud da maneələrin ola biləcəyi məqamları bax bu məşvərət görüşü vasitəsilə həll etmək mümkün mexanizm kimi görünür. Mən bu sualı əslində sizə verəcəm. Amma bir də xahiş edirəm, buradan da siz başlayın. Çünki mən ABŞ Dövlət Departamentinin nümayəndəsinin səfəri ilə bağlı Gürcüstan səfirliyinin məlumatı var, ABŞ-ın Gürcüstandakı səfirliyi. Onun səfərinin məqsədi Gürcüstanın Trump marşrutu, TRIP necə dəstəkləyə biləcəyini müzakirə etməkdir. Bu nəqliyyat marşrutu avqustun 8-də ABŞ vasitəçiliyi keçirilən Ermənistan və Azərbaycan arasında sülh samitinin nəticəsi olub. Bugün Askonas ABŞ-ın dəstəyi ilə tikilmiş və təchiz edilmiş Sadaxlo avtomobil yolu gömrük məntəqəsinə baş çəkib, səfər çərçivəsində həmçinin Xarici İşlər Nazirliyi, Gürcüstan hökumətinin nümayəndələri, eləcə də beynəlxalq maliyyə təşkilatları ilə görüşəcək. Bax, bunu bir arayış kimi sizə verdim ki, sizdə bir məlumat olsun. Buyurun. Biz indi versiyalar axtarırıq ki, bu səfərin məqsədi nə ola bilər? Buralardan biri odur ki, Azər müəllim dəfələrlə statistik rəqəmlər də səsləndirdi. Bu gözlənilən orta dəhlizin və yaxud da Zəngəzur dəhlizinin yük götürmə qabiliyyətini. Bir şeyi nəzərə alaq ki, bizim özümüz
əlbəttə bu yük yalnız bir koridor deyil. Orta Asiya ilə deyək ki, Türkiyə arasında koridor deyil. Bizim özümüzün də istər onun dəmir yolu kimi, istər avtomobil yolu kimi istifadə edəcəyimiz bir deyək ki, xəttdir. Bu baxımdan şaxələndirmə məsələsi burada önəmlidir. Yəni Orta Asiyadan dəhlizdən gələn yüklərin Azərbaycanda həm Gürcüstan üzərindən, həm də Ermənistan üzərindən daşınması məsələsi var. Digər bir məsələ isə bu Gürcüstana müəyyən qədər nələrisə bir mesajlar vermək ola bilər ki, gələcəkdə bu Zəngəzur dəhlizinin işə düşməsi ilə Gürcüstan üzərindən daşımaların, xəttlərin azalması, yəni məqsəd yönlü formada yönəldilməsi ola bilər ki, bu da Gürcüstanın, onsuz da Rusiya ilə Gürcüstan arasında düzdür, nə qədər bildirilsə ki, Rusiya hal-hazırda Gürcüstanda iqtidar, hakim iqtidar Rusiya ilə bağlıdır, amma bütün hallarda mən deməzdim bağlıdır, sadəcə balanslaşdırılmış siyasət qurmağa məcburdur və ölkəni qurur. qorumaq lazımdır müəyyən bir avantüralardan. Amma baxsaq, görürük ki, hətta Rusiya ilə Gürcüstan arasında bu nəqliyyat deyək ki, imkanları bəzən olur mövsümü, hansısa mövsümlərdə ciddi problemlər yaşayır. Yəni qış fəslində falan. Bu baxımdan və yaxud da Rusiyanın özünün hal-hazırda düşdüyü bataqlıq ki var, müharibə və ucu belə deyək də görünməyən nə zaman bitəcəyi ilə bağlı. Bu baxımdan Gürcüstanın da artıq hətta iqtidarda kiminin olmasının asılı olmayaraq bu prosesdə iştirakı ilə bağlı ola bilər ki, yəni prosesdə dayanma olmamalıdır. Bəs niyə Sadaxlıya getsin? Əslində Sadaxlu yazılır Gürcüstan mənbələrində. Bu bizim Sadaxlı kəndidir. Çox strateji kənddir. Yəni Ermənistanla birbaşa sərhəddə olan böyük Azərbaycan kəndidir. Və faktiki Ermənistan bazarı bugün oradadır. Yəni nə mənada Ermənistan məhsullarını gətirib oradan Gürcüstana gedir. Bir dəqiqə bu məqama aydınlıq gətirək. Körfəzdən gələn yüklər gəlir Zəngəzura, yəni Naxçıvana çıxır. Naxçıvandan Ermənistan üzərindən çıxır Sadaxlıya. Azər müəllimin dediyi versiya. Sadaxlıdan da birbaşa limanlara və Amerikanın axı həm də Ermənistanın təhlükəsizliyini tam şəkildə təmin etmək üçün müəyyən. Amma İran üzərindən, hə? Yox, olsun. Baxın, bu İran məsələsi, onsuz da bu mövcud orada bir xətt var. Sovet dövründə də biz var, bilirəm, bir şey demirəm. Amma Amerikaya bu yol lazımdırmı İran üzərindən? Yoxsa bu İran Zəngəzura razılıq ver və yaxud da mane olma, əvəzindən bunu... Alver predmeti yoxdur. Amerika Birləşmiş Ştatları Zəngəzurda oturmaq istəyir, bölgədə mövqeyini gücləndirmək istəyir və gələcəkdə də İranın müəyyən özünün şərtlərini qəbul etdirməyi düşünür. Və İran da bunu qəbul edəcək. İkinci bir məsələ, həm də bayaq İsmail bəy çox maraqlı bir məqama toxundu. Çinin yatırdığı investisiyalar və liman. Bilirsiniz ki, yəni biz də yatıra bilərik və yaxud da biz də edə bilərik. Orada limanların birində, məsələn, o limanlara nəzarət... Necə ki, Panamada şərtini qoydu, burada da qoya bilərik. Çünki orada Avropaya açılan bir qapı var. Bu məqam var. Məncə, ona görə elə Sadaxlıya gedir ki, bu potensial da bir hesablansın. Donald Trump hakimiyyətə gələndən sonra, seçiləndən sonra Amerika Birləşmiş Ştatların siyasəti beynəlxalq siyasəti, iqtisadiyyat üzərində qurulur. Əlbəttə. Yəni ilk... Əslində belə daha yaxşıdır, belə daha rahat. Bəli, ilk onun atdığı addım nə idi? Gömrük rüsumlarının tətbiqi. Yəni indi isə yenə də Cənubi Qafqazda, yəni iqtisadiyyat üzərində siyasət qurur. İqtisadiyyat üzərində necə qurur? Körfəzdən gələn yükləri Azərbaycan üzərindən, DRIP layihəsi üzərindən Qaradənizə çıxışını əldə etmək. Bu məsələlər Amerika Birləşmiş Ştatları üçün bugün maraqlı məsələdir. Ona görə də müzakirələr aparılır. Bu versiya da maraqlıdır, amma mən İsmail bəyin versiyasını da maraqlı sayıram. İranla Ermənistan arasındakı yoldan danışılanda isə... Bircə dəqiqə Azəmən, o yola... Burada dəmir yolu yoxdur. İranla Ermənistan arasında dəmir yolu yoxdur. Ancaq Çulfada bizim yol var. Bir vaxtlar Paşinyan tərəfindən sülh döngəsi marşrutu bir xəyal kimi, əfsanə kimi gündəmə gətirmişdi. Amma bu layihəyə milyardlarla dollar sərmayə yatırmalıydı və bu sərmayə yatırılacaq tərəf yox idi. Nə Ermənistanın, nə İranın buna sərmayə yatırmağa gücü yoxdur. Yeganə Ermənistan üçün də dəmir yol əlaqəsi Naxçıvan üzərindən qurulacaq yol olacaqdır. Həm də ki, Fars körfəzindən şimal-cənub və qərb-şərq nəqliyyat dəhlizlərinə çıxış da bugün dəmir yolu vasitəsilə ancaq Naxçıvan üzərindən mövcud olacaq. Amma ona görə ki, Ələtlə Astara arasında 160 kilometri şimal-cənub nəqliyyat dəhlizində yol, dəmir yolu yoxdur. Yoxdur, rəşd yolu yoxdur.
o dəmir yolun tikintisi məsələsi problem olaraq pul da yoxdur. Burada bu yolun tikintisi üçün Rusiya 1.5 milyar dollar investisiya yatırmalı idi. Müharibə başlandı, investisiya dayanıb. Yəni ona görə deyirəm ki, pul yoxdur. Burada siz istəyirəm o mövzunu davam elətdirəsiniz. Sizə bir sualım da olacaq. Buyurun. Hansı məsələn davam etdirək? Bayaq mən dedim ki, Türk Dövlətləri Birliyində təşkilatında edə bilmədiyimiz bir çox məqamlar var ki, bu iqtisadi məsələlərdədir, bu nəqliyyat məsələlərində, bunu Mərkəzi Asiya dövlət başçılarının məşvərət çərçivəsində eləmək mümkündür. Bilirsiniz, bu artıq üçüncüsü keçirilən görüş hələ strukturlaşmayıb, yəni institutlaşmayıbdır. İldə bir dəfə bir ənənəviyə çevirmək istəyirlər, keçirirlər. Amma iki tərəfli formatda öz aralarında olan problemlərin həlli, bunun bir nümunəsi kimi Qırğızstanla Tacikistan arasında hətta qanlı olaylarla, insidentlərlə müşahidə olunan proses artıq geridə qaldı və demək olar ki, hər iki ölkə delimitasiya məsələlərini bitirərək sülh şəraitində bugün qonşu dövlətlər kimi hətta bu cür formatlarda belə sıx münasibətlərini davam elətdirlər. İki tərəfli formatlarda yaxşı qonşuluq münasibətləri var. Amma indi bunun bir beynəlxalq təşkilata, regional təşkilata çevrilməsi ilə bağlı hələlik mesajlar yoxdur. Mən dünən həmin dövlət başçılarının çıxış mətnlərinə də baxdım və Azərbaycanın burada bərabər hüquqlu üzv olması məsələsi ilə bağlı da məqamlara baxdım. Gördüm, onlar daha çox burada nəqliyyat xəttləri, logistika, bu kimi məsələlərə vurğu salırlar. Yəni, bu qurumu bir mədəni, deyək ki, coğrafiyanın, mədəni əlaqələr, bu məsələlərə vurğu salmırlar. Əsasən iqtisadi daşıma məsələlərinə vurğu salırlar. Bu da təbiidir. Çünki bilirsiniz, bugün Azərbaycanın önəmi yalnız Azərbaycanın özünün formalaşdırdığı reallıqlarla bağlı deyil. Yəni, bu ümumi zolağa baxsaq, Azərbaycan xəritədə də o həmin böyük bir dəhlizin kiçik bir hissəsidir. Amma bugünkü dünyadakı geopolitik şərtlər bölgədə, şimalda gedən müharibə, eyni zamanda Rusiyanın hər zaman bu xəttlərdən təzyiq vasitəsi kimi istifadə etməsi, cənubda isə Əfqanistan, İran, qarşıda, yəni elə İsrail, İran arasında olan münaqişə və qarşıda da bu risklərin hər zaman davam edə biləcəyi, eyni zamanda hətta Əfqanistanla İran arasında da 2 gündən bir bilirsiniz sərhəddə yaşananlar. Bu baxımdan ən təhlükəsiz xətt, baxmayaraq ki, xəritədə çox belə o qədər də geniş bir ərazi, coğrafiya deyil, ən təhlükəsiz, dayanıqlı, etimadlı, etibarlı xətt Azərbaycan üzərindən bu daşımaların həyata keçirilməsidir. Buna görə indi bir reklam fasiləmiz olacaq, buna ayrılacaq, amma bir məqamı deyək, əslində Azərbaycan ərazi baxımından Mərkəzi Asiya məşvərətində iştirak edən ölkələrdən ən balacasıdır ərazi baxımından. Amma yəni reallıqlar elə gətirib ki, bu həddən artıq balacalıqla bağlı bizim imkanlarımız, potensialımız və etdiyimiz addımlar onların bir çoxundan çox öndədir. Bədən insan, yəni bu biraz ölçü vahidi deyil. Baxsaq, həmişə mən onu deyirəm ki, Niderland da balacadır, amma nə olsun? Sinqapurda çox var. Sinqapur ümumiyyətlə yoxdur belə baxanda xəritədə, yəni çox balaca olduğu üçün. Amma artıq reallıqlar gətirib bizi daha önəmli bir. Gəlin reklama baxaq, reklamdan dərhal sonra davam elətdirək.